Hello. Kokuları sıralayacağım. Hadi bakalım başlayalım. Deniz kokusu. Çok seviyorum deniz kokusunu. Zaten deniz adı, denizi özü, deniz kokusu xəstəsiyəm. Onun üçün də səni birə mi qoysam? Birə qoyuram çünki çox sevirəm. Nə? Hə, xoşuma gəlir, fəqət bu qədər xoşuma gəlmir qoxu. Onun üçün də səni 7-yə qoyuram. Nane qoxu. Bu nədir? Saç. Anlamadım. Bu nə qoxusu olduğunu 8-sə, onun üçün də 8-ə qoydum. Yox, sevmirəm bu qoxunu. Onun üçün də 9. Nane, nane, nane. Belə bir mahnı var idi türklərdə. Çox sevirəm. 2. Nane qoxusu çox sevdiyim üçün 2 qoydum. Hamı kofi qoxusu xoşuna gəlsə də mənim xoşuma gəlmir. Çünki tünd qoxuları sevmirəm ümumiyyətlə. Onun üçün də səni ona qoyuram təəssüf ki. Ay, şokolad. Ən sevdiyim qoxu. Bura. 3. İndi yağış qoxusu gələr. Ay, gül qoxusu. Zaten güllər satdığım üçün güllər də sevirəm. Onun üçün də səni 5. Darçın qoxusu. Darçın qoxusu sevirəm, amma güldən çox deyil. Onun üçün də səni 6-ya qoyuram. 5 nə gələcək? 4. Boya heç sevmirəm niyəsə. Güllər bayağı yer dəyişdirmək olar. Parti 2 gəlsin mi, gəlməsin. Videomun altında yazın. Videomu beğenmeyi, kanalıma abone olmayı, videomu paylaşmayı unutmayın. Ve size yaxşı baxın. Bye bye.